Gənc, zəngin bir qız cavan bir oğlana yaxınlaşıb, əlindəki su vedrəsini oğlana verib deyir ki, qardaş, mənə su gətirə bilərsən? Oğlan vedrənin içərisindəki pulları görüb, qızdan tez vedrəni alır, deyir, hə, bu saat. Deyir, ancaq biraz tez ol günə. Oğlan gedir, görünməyən bir yerdə vedrənin içərisindəki pulları çıxardıb, öz üzərində gizlədir və vedrəni su ilə doldurub, gətirib qıza verir. Qız deyir ki, niyə yubandın? Deyir, bu yerlərdə su tapmaq çətindir. Və qız oğlana təşəkkür edib, çıxıb gedir. Oğlan fikirləşir ki, bu pullarla anası da oğlanın xəstə idi. Anasını da müalicə elətdirər, özlərinin də həyatını qurarlar. Elə bu ərəfədə oğlanın bacısı ona yaxınlaşır, deyir, qardaş, bu yaxındakı inşaatda iş tapmışam, artıq orada gedib işləyib anamızı müalicə elətdirə biləcəyik. Oğlan həmin gizlətdiyi pulları çıxardıb bacısına göstərir ki, artıq bizim işləməyə ehtiyacımız yoxdur. Qız pulları görür, deyir, bu qədər pulları sən hardan tapdın? Deyir, hə, bura bir zəngin qız gəlmişdi, su istəyirdi. Bu pullar o vedrənin içərisində idi. Mən o vedrənin içərisindəki pulları götürüb qıza su doldurub verdim. Amma deyir, burada çox miqdarda pul var. Bu pulların hamısını öz üzərimizdə saxlaya bilmərik. Gedək bu pulların bir hissəsini banka yatızdıraq, bir hissəsini də özümüzdə saxlayıb anamızı müalicə elətdirək, həm də öz yaşayışımızı təmin edək. Bəli, bunlar yola düzəlib gedirlər. Oğlan yolda çox fikirləşir ki, bu pullar onun deyil. Bu pulları xərcləyə bilmərəm. Ona görə qız qardaşı görür ki, qardaşı çox fikirləşir, deyir, nədir? Deyir, bacı, bu pullar bizim deyil. Biz onu xərcləyə bilmərik. Apara bu pulları öz sahibinə verək. Qız deyir ki, axı, anamız bizim xəstədir. Deyir, eybi yox. Bir yerdən pul tapıb, onu müalicə elətdirərik. Deyir, sənin yadındadır, uşaq vaxtı xəstə idin, o qız gəlib mənə yaxınlaşdı və soruşdu ki, nə olub buna? Dedim ki, xəstədir, qızdırmanın içərisindədir. Dedi, həkimə apar günən, müalicə elətdir günən. Qıza dedim ki, mənim müalicə elətdirmək üçün pulum yoxdur. Onda o zaman o qız mənə pul verdi və mən səni aparıb müalicə elətdirib sağaltdım. Bəlkə də o vaxt o yardım etməsəydi, indi sən bu həyatda olmazdın. Ona görə bu pulları aparıb ona verir. Və bunlar bacı qardaş bir-birinə qoşulub qızın evinə gedirlər. Qız bunları gördükdə deyir ki, xeyr ola, niyə gəlmisiniz? Oğlan deyir ki, biz bir xəta eləmişik, həmin xətamızı düzəltmək üçün gəlmişik bura. Və pulları çıxardıb qıza uzadır, deyir ki, al günən, bu pullar sənin pullarındır. Mən xəta edib o pulları vedrədən götürdüm. Qız deyir ki, yox, bu pullar mənim deyil. Deyir, əgər pullar sənin deyilsə, onda mən aparım bu pulları fağır-füqariyə paylayım. Bunu görən qız deyir ki, yox, o pullar mənimdir. Amma mən bilirdim ki, siz kənddən şəhərə işləmək üçün gəlmişsiniz, ananın da xəstədir. Onu müalicə elətdirə bilmirsən. Bu yolla həmin pulları sənə çatdırdım. Ona görə sən bu pulları götür,
apar, ananı müalicə elətdir. Oğlan onunla razılaşır, çox sevinir ki, Allah ona pul yetirdi, o xəstə anasını müalicə elətdirəcək və öz həyatını quracaq. İndi heç vaxt yaxşılıq itmir, dürüstlük insana həmişə başucalığı gətirir. Ona görə çalışaq ki, yaşadığımız həyatda həmişə dürüst olaq. Onun üçün Allah Teala bizim həmişə dadımıza yetər və dar gündə bizi nailic qoymaz. Diqqətinizə görə çox sağ olun, minnətdaram.